Deməli keçirik ikinci hissəyə. İndi burada yenə dediyim kimi, əgər ikinci hissəni kimsə baxırsa, mütləq birinci hissəyə baxsın. Burada 2 yazılıbsa, demək bu ikinci hissədir. Bunun birinci hissəsinə baxsın ki, o mövzunu tam anlaya bilsin ki, mövzu nədən gedir, necə gedir. Yəni onun əvvəlini mütləq bilmək lazımdır. Deməli, indi burada biz harda qaldıq? Burada qaldıq ki, onlar dedilər, ey qövmümüz, biz xəbərdar etmək üçün öz qövmlərinin yanına qayıtdılar. Demək nə etdilər? Bir zaman bir dəstə cini sənin yanına yolladıq ki, Quranı dinləsinlər. Quranı dinləsinlər. Onu dinləməyə gəldikdə bir-birinə nə dedilər? Susun, sakit olun. Demək nə olur? Nəsə oxunur. Gəlin qulaq asaq görək ki, nə oxunur, bu nədir? Və nə edirlər? Onu başlayırlar dinləməyə, sakitcə onu dinləyirlər. Və oxunu qurtardığı zaman, demək, axıra qədər səbirlə gözlədilər onun bitməsini. Bitdikdən sonra, səbirlə bitdikdən sonra nə etdilər? Xəbərdar etmək üçün öz qövmlərinin yanına qayıtdılar. Qayıtdılar qövmlərinin yanına. Onlar dedilər, ey qövmümüz, biz Musadan sonra nazil edilmiş elə bir kitab dinlədik ki, özündən əvvəlkiləri təsdiq edir, haqqa və düz yola yönəldir. İndi təsvir eləyin ki, həmin bu cinlər nə etdilər burada? İnam gətirdilər. İnam gətirdilər və sadəcə yol keçəndə bir insanı, yenə cini olsa, o da cin Allahın elçisi olsa, ona vəh olsa, ona qulaq assalar, sonra qorxudan sifəti ilə gedib desələr, deyərəm yenə əyb yox. Amma burada təsəvvür edin ki, onlar insanı dinlədilər. İnsanı dinləyib, getdilər tələm-tələsik qövmünün yanına. Day demədilər ki, gedək işimizi görək, işimiz qutarar, ondan sonra həll eləyərik, sonra qaydarıq, sonra indi kim istəyər qulaq asmaq, deyər ona ki, biz belə bir şey rast gəldik, istəməz. İstəməz də istəməz özü bilər. Elə deyil. Dərhal nə etdilər? Qayıtdılar. Getdiyi plan, getdiyi yol, getdiyi işi qoydular bir kənara. Dərhal tələsik qayıtdılar. Yəni biz bundan ibrət almalıyıq ki, biz bir haqq şeyi eşitdik, hələ Allahın kitabından. Onu dərhal nə etməliyik? Nəinki qövmümüzə, ailəmizə, hətta qövmümüzə, yəni xalqa, bütün insanlara çatdırmalıyıq ki, biz belə bir gözəl bir şey eşitdik, dinlədik. Və onu paylaşmalıyıq, onu bölüşməliyik. İndi bugün şeytan, iblis öz qoşunu ilə, internet vasitəsi ilə, qeyri vasitələrlə çalışır neynəsin? Yaysın. Yaysın nəyi? Yaysın zinanı, yaysın pisliyi, yaysın bütün nə qədər pis adlandırılan şeylər ki var, hamısını yaymağa çalışır və qoşunu ilə fəaldır. İşləyirlər bu şeyin üzərində. Yayırlar. İstəyir narkotiki, istəyir nə bilim zinanı, istəyir nə bilim o qədər pis, mundar şeylər ki var, onların hamısını iblisin qoşunu, iblisə tabi olaraq onu yayır. Fəal da işləyir. Amma bir müsəlman əgər bu ayələri eşidib, dərhal gedib ailəsinə, dostuna, qohumuna, qardaşına, yaxınlarına, qövmünə, xalqına bunu çatdırıb hər hansı bir adamı pis yoldan çəkmirsə, ola bilər ki, sən bu ayələrlə, bu şeylərlə bir çox adamları pis yoldan çəkəsən və bu sənin Allaha xidmətin olacaq. Və bu dəyərləndiriləcək, sənə bu lazım olacaq. Vallahi, indi bəlkəm də cavansan, indi bəlkəm də başın işlərə, hər hansı bir şeylərə qarışıb, ailəyə, işlərə və s. şeylərə. Amma bir zaman gələcək ki, vallahi nə ailən yanında olacaq, nə evladın yanında olacaq, nə bu var, dövlət, zinət, ev, eşik, maşın, pul, heç bir şey sənə, bütün insanlar, bütün bu dünyadakı insanlar, hamısı səni tərk eləyəcək. Əgər hələ o yaşa gəlib çıxsaq, gəlib o 70, 80, 90 yaşına gəlib çıxsaq və sən tək Allahla təkbətək qalacaqsan. O zaman ki, can boğaza yetişəcək, mələklər gələcək və Quranda Allah buyurur ki, onların o ki, can boğaza yetişdi, canını aldıqda onlara birinci sual olacaq ki, nə etdiniz, işiniz nə idi, nə etdiniz? Onda sənə lazım olacaq bunlar ki, sən deyəsən ki, mən Allah xidmət eləyirdim. Yəni, bacardığımı eləyirdim. Heç olmasa bu sözün olsun, heç olmasa bunu eləyəsən. Ki, Allah Quranda deyir ki, qoruyun özünüzü və əhli əyalınızı, ailənizi, o oddan ki, onu yanacağı insanlar və daşlardır. İndi biz qorumalıyıq, bacardığımız qədər qorumalıyıq evladlarımızı, o pis şeylərdən, kimsə narkotiklərə qoşulur, pis adamlara, pis şeylərə, zinaya, harama, yəni pis adlandırılan nə varsa, ona gedir, meyl eləyir. Hələ bu internet vasitəsi ilə, ay nə bilim, başqa bir vasitələrlə onu qorumaq üçün vallahi tələsin, indi sizə bu lazımdır ki, yardım eləyəsiniz evladlarınıza, özünüzə və kimi tanıyırsınız onlara. İndi davam eləyək, nə edirlər onlar? Onlar demək, tələm-tələsi işlərini qoyurlar, tez gəlirlər qövmlərinin yanına və nə deyirlər? Onlar dedilər, ey qövmümüz, biz Musadan sonra nazil edilmiş
elə bir kitab dinlədik ki, özündən əvvəlkiləri təsdiq edir, haqq və düz yola yönəldir. İndi təsvir eləyin ki, həmin əgər mən indi burada çıxıb bir neçə ayələri deyirəmsə, izah eləyirəmsə, indi bəziləri diyaloqum olur bəziləri ilə və olub. İndi mən birinci dəfə deyiləm burada çıxıram. Demək olar ki, 20 ildən yuxarı, 25 ildir mən bu diyaloqların içindəyəm, mövzudayam, söhbətdəyəm, disputdayam. Əvvəl bu internet yox idi, şifahi, yəni canlı ünsiyyət eləyib danışırdıq, mövzular qururduq, müzakirə eləyirdik ayələri. Onda həmişə deyirdilər ki, sən haram qutarmısan, sən diplomun var, sən filan ilahiyyatı qutarmısan, sən filan şeyi fiqh elmini qutarmısan, sən hədis elmindən oxumusan, keçmisən, filan diplomu almısan. Belə bir suallar verirdilər. İndi bu qövmü niyə cinə sual vermir ki, məgər bu cinlər də hansısa fiqh elmini keçmişdilər, yaxud hədis elmini keçmişdilər, yaxud Quran hansısa bir Quran elmini keçmişdilər, ilahiyyatı qutarmışlar. 15, 20, 30 il haransa gedib ilahiyyatı qutarıb, ondan sonra diplom alıb, ondan sonra çıxıb meydana bu Allahın ayələrini deyirdilər, haqqa çağırırdılar. Xeyr. Xeyr. Onlar nə etdilər? Sadəcə yol keçəndə eşit gördülər ki, kimsə Quran oxuyur. Onu dinlədilər və onu bütün Quranı dinlədilər oxunmasını. Xeyr. Yenə də nə etdilər? Bir hissəsini oxundu qutardı. Yəni orada durub bütün Quranı sərdən axşama üçün onlara bütün Quranı yükləmədi ki cinlərə. Hansısa bir hissəsini onlar eşitdilər, cinlər, tam qulaq asdılar və dərhal tələsik qayıtdılar öz qövmünün yanına və onlara xəbərdar etdilər, xəbərdar edən sifəti ilə. Və burada çox maraqlıdır ki, burada indi sual çıxa bilər ki, onlar dedilər, ey qövmümüz, biz Musadan sonra, yəni Musadan sonra niyə deyirlər? Niyə demirlər ki, biz İsa'dan sonra? Ya çünki İncil də vardı axı, İsa'dan sonra deməliydilər, belə indi düşünsək ki, İsa'dan sonra nazil edilmiş bir kitab dinlədik. Musa'dan sonra İncil gəlib, İncildən sonra Quran gəlib. Yəni onlar deməliydilər, biz belə düşünsək, İncildə İsa'dan sonra bir nazil olunmuş bir kitab dinlədik deməliydilər. Amma dedilər Musa'dan sonra, yəni Tövratı işarə elədilər. İndi burada belə bir şey var da, yəni kim əgər oxuyubsa Tövratı, kim oxuyubsa İncili bilməlidir ki, İncillə Tövrat eyni demək olar bir kitabdır. Sadəcə belə deyək, iki hissəyə bölünmüş bir kitabdır, amma eyni kitabdır. Yəni deyək ki, Tövrat, İncil Tövratın davamıdır. Yəni eyni bütövlü deyək ki, birinci hissə, ikinci hissə belə bir götürmək olar. Eyni xalqa, İsrail evlatlarına Musa gəldi, vəhy elədi, ona Tövrat gəldi. Sonra İsa gəlir və Quranda nə deyir İsa? Deyir ki, mən sizə, İsrail evlatlarına deyir, göndərilmiş bir elçiyəm, hansı ki sizə o haram olunmuş şeyləri halal etmək üçün gəldim. Yəni, hətta İncili oxusanız da, Tövratı oxusanız da görəcəksiniz ki, onların əksəriyyəti də elə demək olar eyni kitabdır. Birləşdirilmiş halda da onları düzəldib satırlar. Yəni, orada təsəvvür edin ki, o vaxt, yəni, Məhəmməd Peyğəmbər əgər Ərəbistanda tək bir elçi idi, amma o dövrdə İsrail evlatlarına, məsələn üçün, Zəkəriyyə Peyğəmbər idi, Allahın elçisi idi, onun dövründə Yahya oğlu elçisi idi, İsa da orada gəldi elçi idi. Yəni, bir dövrdə İsrail evlatlarına bir neçə peyğəmbərlər gəlirdi. Burada saydığım 3 peyğəmbər artıq uca var idi. Yəni, bu, ona görə onlar mənbəy ki, Tövrat idi, mənbəy əsas Tövrat idi, İncil də onun davamı idi deyə, onlar birbaşa Tövratın adını çəkirlər. Necə ki, məsəl üçün, Musa peyğəmbər və Harun peyğəmbər, ikisi də Allahın elçisi peyğəmbər idi. İkisi də Fironun yanına getdilər. İkisi də İsrail evlatlarına peyğəmbər göndərilmişdi. Amma əsas mənbəy yenə kim idi? Başçı orada Musa idi. Ona görə də biz Musanı göndərdik bir çox yerlərdə deyilir. Musaya verildi Allahın ayələri, Tövrat, belə deyilir. Baxmayaraq ki, orada Harun da, yəni ki, iştirak edirdi onun qardaşı. O da bir Allahın elçisi idi. İndi bunu, ona görə burada deyilir ki, demək biz Musadan sonra nazil edilmiş elə bir kitab dinlədik ki, özündən əvvəlkiləri təsdiq edir. Təsdiq. Təsdiq sözünün mənası nədir? Musaddiqə. Təsdiq, sadiq deməkdir. Sadiq sözündən törənən sözdür ki, o özündən sonrakiləri neynir? Təsdiq edir. Yəni, təsdiq eləmək o demək deyil ki, nə var hələ odur, götürür oradan kopyalayır, çıxardır, verir. Yox. Təsdiq sözü, yəni onun doğru versiyanı, düz versiya. Yəni, həm təsdiq eləmək, həm də onun təsdiq edir doğru variantını, versiyasını. İndi, məsəl üçün, İncili, Tövratı oxuyanlar bilir ki, orada Lut peyğəmbərə böhtan atılır. O böhtanı Allah Quranda düzəldir. Məsəl üçün, Yusuf surəsində baxıb görürük ki, əgər Tövratı, İncili oxusunuz, o kitabları görəcəksiniz ki, Yusuf peyğəmbər yuxu görür, gəlir onu qardaşlarına danışır. Qardaşları da ona qəzəblənir. Amma Quran onu dərhal neynir? Təsdiq edir o hadisəni, amma təsdiq doğru versiyasını bizə bildirir ki, belə yox, belə olub. O əslində yuxu görəndə gedib qardaşlarına yox, atasına danışır. Atasına da danışanda atası deyir ona ki,
Oğlum bunu qardaşlarına danışma. Çünki şeytan açıq-aşkar insanın düşmənidir. Yəni aranıza nə gətirər? Nifaq, kin, paxıllıq hissi yarada bilər, götürə bilər. Ona görə qardaşlarına deyir danışma. Yəni onların o yanlış versiyasını verdiklərini Allah həm təsdiq elədi ki, olub bu hadisə, amma elə yox, belə olub. Onun sadiq, doğru versiyasını gətirib bildirir. Və bunun kimi bir çox şeylər var. Mən indi saysam burada çox vaxt gedəcək. Ona görə day saymıram, üstündən keçib tez gedirəm. Deməli, burada demək aydın oldu da biz Musadan sonra nazil edilmiş elə bir kitab dinlədik ki, nə oldu? Elə bir kitab özündən əvvəlkiləri təsdiq edir. Haqqa, haqq, doğru, haqqa və düz yola nə edir? Yönəldir. Demək, haqq nədir? Haqq həm istiqamət deməkdir, haqq həm doğru deməkdir, yəni düz, düz olan, həm də yəni haqq, yəni səhv yox, bu haqqdır. Düz, bu düzdür, bu haqqdır. Yəni haqqa yönəldir, doğru yola yönəldir, hidayət edir, istiqaməti verir. Düz yola yönəldir, hidayət edir, ələ haqqı hidayət edir haqqa tərəf, istiqamət verir haqqa tərəf, düzə. Bunu kim deyir? Bunu cinlər deyir. Harada deyir? Gedir sadəcə dinləyir, orada yoldan keçəndə bir neçə ayələri dinləyir, dərhal qövmünün yanına qayıdır, bunları çatdırır. Vay gündən ki, 2 dənə ayəni eşidib gedib ki, məsəl deyəsən, qayıdır deyir ki, sən bunu hardan deyirsən? Sən filan elmi keçmisən, filan məktəbi qurtarmısan, filan hədis elmini, fiqh elmini, mənə nə elmini sayacaqsan, 70 dənə elm. Sən onların hamısından keçmisən, gəlib burada mənə öyüd nəsihət verirsən və yaxud mənə bunları xatırladırsan. Hansı ki, elə Peyğəmbər əleyhissalamın öz hədisi var ki, orada əgər o hədisi qəbul edənlər ki var ki, deyir ki, yox, mütləq sən bu hədisi, mən demirəm, amma inkar edirəm, yox, mən hədisi heç vaxt inkar eləməmişəm, mən hədisi götürürəm, qəbul edirəm, amma hansı versiya ki, Qurana zidd gelmir. Əgər o versiya, o iş, o hədis, əgər Qurana zidd gedəcəksə, mən onu nəinki qəbul eləmirəm, mən ona heç tərəfə yaxınlaşmıram. O artıq mənlik deyil. Mən o hədisi qəbul eləmərəm. Niyə? Çünki əgər o hədis Allahın kitabına zidd gedəcəksə, demək o Allah tərəfindən deyil, yəni Peyğəmbər o sözü deməz, heç vaxt o Peyğəmbərə iftiradır. Ona görə də indi deyiləcək ki, yaxşı, sən haranı qurtarmısan, indi bu cinlərə deyilsin ki, sən haranı qurtarmışdın? Sən 3 dənə, 5 dənə ayəni eşidib, gəlib bizə burada öyüd nəsihət verirsən, sən hansı qurtarmısan? Diplomun var, medalın var, ondan sonra hikmətin var, elmin var, filanın var. Hansı ki bu Quran, Allah bu Quranda bir çox yerlərdə deyir ki, bu sizə şəfadır, rəhmətdir, asanlaşdırılıb. And olsun ki biz bu Quranı öyüd nəsihət qəbul etmək üçün belə asanlaşdırdıq, yüngülləşdirdik. Amma hanı qəbul edən, öyüd nəsihət qəbul edən, ibrət alan belə bir ayələr var. Bir surənin içində 4 dənə dalbadal bu ayəni deyir Allah. Niyə? Çünki ibrət alan yoxdur, öyüd nəsihət qəbul edən yoxdur və Allah deyir ki, biz bunu asanlaşdırdıq, biz bunu mubin, açıq aydın etdik. Amma hanı deyir öyüd alan, öyüd nəsihət qəbul edən? Heç kim öyüd nəsihət demək olar 90% almır ki, Allah özü deyir ki, çoxu insanlar kafirdir, çoxu zalimdir, çoxu müşrikdir, çoxu münafiqdir, çoxu haqqı sevməz, çoxu inkar edər, çoxu ayələrimizə inanmaz və s. Bunu mən deyil, bunu Allah özü kitabında deyir ki, insanların əksəriyyəti, kasirən, çoxsu, əksəriyyəti belə bir haldadır, belə bir şey deyir. İndi burada baxın, başqa ayələrdə Allah buyurur ki, biz bu ayələri gərək bilirsiniz necə bilək, öz adımız kimi ki bizə bunu Rəbbimiz nazil edib, bunu bizə verib ki, biz bunu oxuyaq, öyrənək, bilək və həyatımıza yeridib yaşadaq. Sadəcə öyrənib bilmək deyil, həm bilək, həm yaşadaq, həm həyatımızda bunu tətbiq edək. Ki, təsəvvür edin ki, Allah Quranda ayələr Peyğəmbərlər haqqında mövzular açır. Məsəl üçün deyir, Lutdan danışır, Nuhdan danışır, ondan danışır, bundan danışır, İbrahimdən, İsmaildən, İshakdan, bütün peyğəmbərləri sayır, onlardan qısa mövzu verir və deyir ki, onlara bizim ayələrimiz oxunduğu zaman onlar səcdəyə qapanıb ağlayırdılar. Ayələrimizi eşitdikdə nə edirdilər? Allahın elçiləri idi, rəsullar idi, nəbilər idi, onlar peyğəmbərlər idi. Səcdə edib ağlayırdılar. Çünki onlar anlayırdılar, sevirdilər, məhəbbətləri vardı, qorxurdular. Amma indi insan ayəni oxuyursan, vallahi elə baxır sənə ki, sanki belə nə təsir eləyir ona, nə maraq yaradır, nə bir qorxu hissi gəlir, heç bir şey. Sanki heç onu ayəni heç oxumamısan. Hansı ki Allah deyir ki, əgər biz bu Quranı dağa nazil etsəydik, dağ qorxusundan parça-parça olardı. Yəni hətta dağı belə yerindən qopardı, parça-parça elərdi. Amma insan bu kitabını oxumur, ona məsuliyyətsiz yanaşır. Bu çox təhlükəli və qorxulu bir həyatdır, qorxulu bir haldır.